Mövzumuz paragraf 5, kompüterin aparat təminatı. Deməli, mövzu geniş mövzu olduğuna görə, böyük həcmli mövzu olduğuna görə bu mövzunu böləcəyik, iki hissədə keçəcəyik. Birinci hissəsi bu dərs, növbəti 6-cı gün isə ikinci hissəsini keçirik. Əvvəlcə təməl anlayışlardan başlayırıq. Deməli, kompüterlərin təsnifatı. Amma bu slaytda olan məlumatlardan danışmazdan əvvəl belə bir yanaşma edirik uşaqlar. Siz təsəvvür edin ki, kompüteri gedib almısınız və bir çox hallarda siz kompüteri alanda kompüterdə sadəcə olaraq qurğudan ibarət olur kompüter. İçində əməliyyat sistemi, proqramlar və s. olmur və adətən çox hallarda onu sonradan yazırlar. Baxın, bu o deməkdir ki, sən kompüteri almısan, amma içində proqramlar olmadığına görə onu istifadə edə bilməyəcəksən, işlədə bilməyəcəksən. Yəni, kompüterin düzgün formada işləməsi üçün həm qurğular, kompüterin hissələri işləməlidir, saz vəziyyətdə olmalıdır, həm də onun içində əməliyyat sistemi, sənə lazım olan digər proqramlarda işlək vəziyyətdə olmalıdır. Bax, bu halda artıq sən kompüterdən istifadə edə bilirsən. Deməli, kompüter təkcə qurğu deyil, həm də onun proqram tərəfi var. Bax, bugün danışdığımız mövzu kompüterin aparat təminatı ancaq qurğularla bağlıdır. Bundan sonraki bölməmiz isə kompüterin proqram təminatıdır. O isə proqram tərəfi ilə bağlıdır. İkisi birlikdə, hər ikisi işlək vəziyyətdə, saz vəziyyətdə olduqda artıq biz kompüterdən istifadə edə bilirik. Belə. Bundan sonra artıq proqramlardan, yox qurğulardan danışacağıq. Birinci növbədə kompüterlərin təsnifatı. Bilməlisiniz ki, kompüter anlayışı çox geniş bir anlayışdır. Hər tərəfli bir anlayışdır və kompüter deyəndə çox şey nəzərdə tutulur. Sol tərəfdə gördüyünüz bu şəkil, bu ENIAC adlanan kompüterdir. Daha doğrusu kompüterlərin ilk versiyası və ya əcdadı hesab olunur deyə bilərik. Sağ tərəfdə stolüstü fərdi kompüteri görürsünüz. Aşağıda planşet, sol tərəfdə smartfon, ümumi adı belədir, smartfon adlandırdığımız telefon və burada ödəniş eləməkdən ötürü istifadə olunan aparatlar. Baxın uşaqlar, biz bunların hamısına kompüter deyə bilərik. Hamısı kompüterdir. Amma kompüterləri ümumi olaraq bu ekranda gördüyünüz formada qruplaşdırırlar. Bu bölgü nəzəri bir bölgüdür. Məsələn, siz gələcəkdə universitetdə oxuyanda, universitet kitablarında biraz daha fərqli bir bölgü də görə bilərsiniz. Hələlik biz sadə formada yanaşma edirik. Deməli, kompüterləri 3 yerə ayırırıq. Fərdi kompüterlər, müxtəlif işlər üçün nəzərdə tutulmuş kompüterlər və elektron hesablama maşınları. Birazdan haqqında qısaca danışacağımız ENIAC, ilk dövrlərdə yaranan bu ENIAC kimi qurğular elektron hesablama maşınları adlanırdı. Niyə belə deyirdilər? Uşaqlar, ilk dövrlərdə mütəxəssislər, alimlər bu qurğuları yaradanda sadəcə bir məqsədləri var idi. Qurğu hesablamalar apara bilsin. Yəni, riyazi hesablamalar apara bilsin. Ona görə ilk dövrlərdə o kompüterlərin əcdadı deyə biləcəyimiz qurğulara elektron hesablama maşınları deyirdilər. Sonra bu qurğular təkmilləşdi və bugün bizim ən çox gördüyümüz və hər birimizin istifadə elədiyi fərdi kompüterlər yarandı. Fərdi kompüterlər dedikdə sadəcə olaraq bir nəfərin evdə, ofisdə istifadəsi üçün nəzərdə tutulan kompüterlər başa düşülür. Amma köhnə kompüterlərimizin, elektron hesablama maşınlarının məqsədi sadəcə riyazi hesablamaları aparmaq idi. Müasir dövrdə istifadə etdiyimiz fərdi kompüterlər isə artıq çox fərqli işlər görə bilirlər. Bir də ortada gördüyünüz qrup var. Müxtəlif işlər üçün xüsusi kompüterlər. Müxtəlif işlər üçün xüsusi kompüterlər. Məsələn, bayaq dediyimiz o ödəniş eləmək üçün istifadə elədiyimiz aparatlar və ya maaşımızı almaq üçün istifadə elədiyimiz bankomatlar və yaxud da xəstəxanalarda bir çox işlər üçün istifadə olunan xüsusi kompüterlər var. Bu, ürək döyüntülərinin ölçülməsi, xəstənin vəziyyətinin müşahidə olunması üçün və s. Bax, bunların hamısını xüsusi işlər üçün olan kompüterlərə misal göstərmək olar. Təkrar bir də deyirəm, bu sadə, bəsit kompüterlərin bölgüsüdür. Universitetdə daha detallı formada yəqin ki, sizə bunu keçəcəklər. Hələlik bu qədəri imtahan üçün yetərlidir. Və davam edirik uşaqlar. Bayaq qısaca haqqında danışdığımız ENIAC. ENIAC elektron hesablama maşınları və yaxud da müasir dövrdə də istifadə elədiyimiz kompüterlərin əcdadı hesab olunur. Və təkrar bir də deyirəm, bu tip qurğular, ENIAC və bundan sonra yaradılmış qurğuların əsas məqsədi
riyazi hesablamaların aparılması idi. İnsanlar onsuz da riyazi hesablamaları apara bilirlər. Lakin bəzi hallarda, məsələn, belə təsəvvür edin, insanlar otururlar, hansısa bir ağır hesablama işlərini aparırlar, 45 dəqiqə, 1 saat vaxtları gedir. Və o 45 dəqiqə, 1 saat hesablayanda ola bilər ki, hardasa bir yerdə səhv elədi adam. Əgər səhv edirsə, bundan sonraki hesablamalar da o zəncirvari formada səhv olaraq davam edir. Ona görə istəyirdilər ki, elə bir kompüter qurğu olsun ki, insandan daha sürətli və səhvsiz hesablaya bilsin. Daha sürətli və səhvsiz hesablaya bilsin. Bax, buna görə də 1941-ci ildən 46-cı ilə qədər Amerikada xüsusi alimlər briqadası, komandası ENIAC dediyimiz bu qurğular üzərində, kompüter üzərində işləyir. 46-cı ildə isə bu qurğu təhvil verilir. İndiki kompüterlərin heç bir formada müqayisə oluna bilməz. Çox bəsit, sadə, ancaq riyazi hesablamalar aparmaq üçün istifadə olunan qurğuydu, amma müasir kompüterlərin əcdadı hesab olunur. Yəni, ilk olaraq bunun kimi böyük qurğular yarandı. Bu qurğular 20 ton, 30 ton, 40 ton, 50 tona qədər ağırlığa malik olurdular. Gördükləri iş o qədər böyük deyildi. Amma bu qurğuların yaranması bir növ kompüter texnologiyalarının inkişafına gətirib çıxartdı. Yavaş-yavaş kompüterlər inkişaf eləməyə başladı. Kompüterlərin ölçüləri kiçildi. Texnologiyanın inkişafı nəticəsində bizim bugün istifadə elədiyimiz kompüterlər, telefonlar ortaya çıxdı. İndi uşaqlar, növbəti mərhələdə biz danışacağıq fərdi kompüterlər haqqında. Bu bizim üçün ən önəmli olan hissədir. Və nəzərdə tutun ki, proqram, yəni qəbul proqramı elə fərdi kompüterlər üzərində əsasən qurulur. Təbii ki, digər kompüterlər də var və s. bilməlisiniz, o başqa. Amma imtahana, yəni onlardan o qədər də sual düşmə ehtimalı yoxdur. Daha çox fərdi kompüterlərlə bağlı suallar gəlir. Deməli, fərdi kompüter nədir desələr, sadə formada deyə bilərsiniz. Bir nəfərin evdə, ofisdə, iş yerində, hardasa bir yerdə istifadəsi üçün nəzərdə tutulmuş kompüterlər fərdi kompüterlərdir. Və burada önəmli bir məsələ var uşaqlar. Sizin istifadə etdiyiniz hal-hazırda bu ağıllı telefonlar, onlar özü də fərdi kompüterlərin növü hesab olunur. Yəni, belə fikirləşin. Normalda telefon dediyimiz qurğunun məqsədi kimlənsə danışmaq, əlaqə saxlamaq, zəng gəlir, gedir, maksimum mesaj yazarsan. Yəni, o funksiyaları olan qurğuya telefon deyə bilirik. Amma bugün telefon dediyimiz qurğularla bax, hal-hazırda dərsə qoşulmuşsunuz. Və ya tutaq ki, əvvəlki dərslərdə Kahoot işləyirdiniz. Və ya Udemy-də testləri yazırsınız, dərslərin videolarına baxırsınız və s. Ya, bugün gördüyünüz işlər həddindən artıq çoxdur. Gələcəkdə Python-da kod yazanda da telefondan istifadə edə biləcəksiniz. Yəni, indiki telefon dediyimiz qurğular artıq çoxdan telefon olmaqdan çıxıblar. Onlar özü də kompüterin növüdür. Yaxşı, indi başlayırıq. Burada sol tərəfdə gördüyünüz qurğu masaüstü və ya stolüstü kompüter. Orta məktəb kitablarında masaüstü kompüter olaraq verilir. Onsuz da adı çox önəmli deyil də, stolüstü də desələr, masaüstü də desələr, sən biləcəksən ki, söhbət nədən gedir. Bu 4 hissədən sistem bloku, monitor, klaviatura və mousedan ibarət olan bir kompüterdir. Müasir dövrdə də istifadə olunur və ilk fərdi kompüterlərdə yarananda təxminən, düzdür, tam olaraq dizayn və s. belə deyildi, təxminən bunun kimi idi. Daha sonra bunları biraz da yığcamlaşdırıb daşınması asan olan kompüterlər, notebookları yaratdılar. Notebookları orta məktəb kitablarında dizüstü kompüterlər olaraq qeyd ediblər. Bunu bilirsiniz, türklərin də istifadə elədiyi bir termindir. Ümumiyyətlə, orta məktəb kitablarında, informatika kitablarında, orta məktəb kitablarından söhbət gedir. Türk dilində istifadə olunan terminlərin eyniləri və ya biraz dəyişdirilmiş formaları çox istifadə olunur. Gələcəkdə də bunu görəcəksiniz. Və indi çox vacib bir məsələ, uşaqlar. Əgər, tutaq ki, imtahandasınız və yaxud da sınaqdasınız, sizə fərdi kompüterlərlə bağlı nəsə bir sual düşdü, amma elə sualdır ki, yəni birbaşa tərif deyil də, əzbərləyib cavab vermirsən, biraz düşünməlisən, kompüteri gözünün qabağına gətirməlisən. Elə düşündürücü suallarda mütləq və mütləq gözünüzün qarşısına bunu gətirin. Stolüstü fərdi kompüteri. Çünki bu kompüterlər, baxın, kabellərlə bir-birinə bağlanan, simsiz də bağlana bilər, fərqi yoxdur. Sistem bloku, monitor, klaviatura və mouse, yəni 4 dənə hissədən ibarətdir. Amma biz daha çox daşınması asan olduğuna görə notebooklardan istifadə edirik. Əgər düşündürücü bir sual tipində stolüstü kompüter əvəzinə
sən notebooku fikirləşib cavab yazmağa çalışsan, bu kompaktdır, yığcamdır, hissələri yoxdur, belə bunun kimi. O zaman səhv eləyə bilərsən. Ona görə nəzərdə tutun ki, bütün proqram təkcə sizin üçün yox. Məsələn, müəllimlərin imtahanında da, dövlət qulluqçularının və ya magistrların imtahanında da proqram stolüstü fərdi kompüter əsasında qurulur və sualları da yazanda bunu fikirləşib yazırlar. Çox elə ciddi bir problem olacağını zənn eləmirəm. Sadəcə hər ehtimala qarşı bunu demək istədim. Uşaqlar, keçirik indi digər fərdi kompüterin növlərinə. Planşet və ya tablet. Hər ikisi istifadə olunan bir termindir. Hər ikisi qarşınıza çıxa bilər. Masaüstü kompüterin daha güclü olması məsələsi qismən doğrudur. Niyə görə qismən doğrudur? Birazdan onun haqqında danışacağım. Masaüstü kompüterlərdə sistem bloku böyük olduğuna görə orada havalandırma, yəni soyutma sistemləri daha yaxşı ola bilir. Ona görə, məsələn, professional işlər üçün video montaj kimi, ağır proqramlarını işləmək kimi, professional işlər üçün kompüter alanlar adətən stolüstü kompüter alırlar. Amma müasir dövrdə bu notebooklarda artıq kifayət qədər gücləndirilib. Düzdür, hələ də bir çox soyutma kimi xüsusiyyətlərinə görə stolüstü kompüterlər daha öndədir. Birazdan ondan bağlı ətraflı danışacağım. Deməli, uşaqlar, planşet, tablet, bu da fərdi kompüterin növüdür. Smartfonları dedik. Smartfon termini orta məktəb kitabında istifadə olunan bir termin deyil. Ümumi beynəlxalq bütün dünyada istifadə olunan bir termindir. Ağıllı telefon. Orta məktəb kitabında bəs necə yazıblar bunu? Ovuc içi kompüterlər, əlin içinə yerləşdiyinə görə belə yazıblar və ya cib kompüterləri. Bu da cibdə daşına bildiyinə görə istifadə olunan bir termindir. Belə. Və növbəti 2 dənəsi. Uşaqlar, burada gördüyünüz, biz bunu normalda monoblok olaraq daha çox adlandırırıq. Amma daha çox, belə deyək, elmi dildə all-in-one PC olaraq deyirlər. Yəni, hamısı bir arada. Burada da məntiq, mahiyyət nədən ibarətdir? Burada belə bir şey eləyirlər. Daha yığcam kompüterin olması üçün sistem blokunun içində olan vacib hissələri, detalları monitorun arxasına yığırlar. Bunların monitorları biraz qalın olur. Görmürsünüz, bəlkə də istifadə də eləyənimiz var. Məsələn, sistem bloku yoxdur deyə daha yığcam olur. Bunun monitorları adətən daha böyük olur deyə, məsələn, dizayn işi ilə məşğul olanlar bu tip kompüterləri xoşlayırlar. Orta məktəb kitabında bununla bağlı xüsusi bir hissə yoxdur. Yəni, elə-belə yadda saxlayın, keçin. Və bir də mini kompüterlərimiz var. Bununla bağlı da elə ciddi bir şey yoxdur orta məktəb kitabında. Yığcam. Ofislər üçün nəzərdə tutulmuş daha yığcam kompüterlərdir. Çox böyük video kartlar onsuz da notebooklar üçün nəzərdə tutulmur. Çox böyük video kartlar stolüstü fərdi kompüterlər üçün nəzərdə tutulur. Əgər hansısa bir RAM olsun, elə RAM-ın özü də, məsələn, adicə RAM-ı da müqayisə eləyəsə olsaq, sistem blokunun içinə taxmaq üçün nəzərdə tutulmuş RAM-lar daha böyük, amma notebooklar üçün nəzərdə tutulmuş RAM-lar daha balacadır. Yəni, demək olar ki, bütün növ qurğuların mini, kiçik versiyalarını notebooklar üçün xüsusi olaraq hazırlayırlar. Uşaqlar, bu mini kompüter dediyimiz də performans baxımından zəifdir. Sadəcə, məsələn, ofis proqramları, Word, Excel kimi sadə proqramlardan istifadə etmək əgər lazımdırsa, bu zaman bu qurğulardan istifadə edirlər. Bunları adətən nə edirlər? Bunları adətən götürürlər, masanın altına və s. montaj edirlər. Bu nədir əslində? Bax, bu sistem blokunun mini variantıdır. Yəni, bunun işləməsi üçün yenə bu digər 3 dənə lazımdır. Sadəcə bu boyda şey son üstünə yer tutmasın deyə onu balacalaşdırıblar. Dediyim kimi, performans zəifləyib. Normalda Apple-ın da belə bir kompüteri var, amma kifayət qədər güclüdür. Görmüş olarsınız, istifadə eləməsəniz də reklamları və s. çoxdur. Kifayət qədər Apple-ın kompüterləri güclüdür, amma normalda belə qəbul edirlər ki, bu mini kompüter dediyimiz kompüterlər daha sadə işlər görmək üçün nəzərdə tutulur. Belə uşaqlar, bu fərdi kompüterlərə ümumi giriş idi. Bundan sonra daha çox masaüstü və ya stolüstü fərdi kompüter üzərində danışacağıq. Kameraya nəzarət eləmək üçün, ola bilər, o elə bir ağır iş deyil, ona görə ondan ötürü zəif kompüterlərdə istifadə oluna bilər. Keçdik növbəti hissəyə. Burada yenə sağ tərəfdə stolüstü fərdi kompüterin şəklini görürsünüz. Biraz əvvəl dediyim kimi uşaqlar, artıq bundan sonra daha çox stolüstü fərdi kompüter üzərində danışacağıq. Sistem bloku, monitor, klaviatura, mouse adlarını da görürsünüz. Qısa şəkildə buradan izahları gördüyünüz kimi sol tərəfdə var. Sistem bloku informasiyanı emal edən və saxlayan qurğular sistem blokunun daxilində yerləşir.
informasiyanı emal edən, saxlayan qurğular o RAM, prosesor, video kart kimi adını çox eşitdiyiniz kompüter üçün önəmli olan qurğulardır. Monitor məlumatları və kompüterdə gedən prosesləri əks etdirir. Yəni, misal üçün, Word-də nəsə oxuyursan və ya videoya baxırsan, məlumatları sənə göstərir. Klaviatura informasiya və komandaları daxil etmək üçündür. İnformasiya, məsələn, yazı yazırsan, bu zaman informasiya daxil eləmiş olursan, komanda, sadə bir şey, Alt F4 pəncərəni bağlamaq üçün. Bu da komandadır, əmirdir. Mouse, obyektlərlə işləmək, müxtəlif əmrləri kompüterə daxil etmək üçün istifadə olunur. Obyektlərlə işləmək, şəkillər çəkmək və s. bunun kimi və əmrlər, məsələn, pəncərəni X düyməsini vurub bağlamaq. Bu da yenə kompüterə əmr vermək üçün nəzərdə tutulur. Bir dənə vacib məsələ, uşaqlar, burada çox ciddi problemlərimiz var. Normalda mən elə bilirdim ki, ancaq nisbətən yaşı çox olan insanlar bunu qarışdırırlar. Amma keçən il gördüm, ondan əvvəlki ildə gördüm ki, bunu prosesor adlandıranlar var. Bu prosesor deyil, uşaqlar. Prosesor təxmini ölçüləri 2 sm-ə yaxın olan bir qurğudur. Balaca, kiçik bir qurğudur. Kompüterin beyni hesab olunan bir qurğudur. Çünki ən əsas işləri o görür. Bunun içindədir prosesor, amma bu prosesor deyil. Buna xüsusi diqqət edin. Bu sistem blokudur, case'dir. Yəni, belə deyək, baxın, prosesor kompüterin gücünün sürətini təyin edən ən önəmli, ən vacib qurğudur. Ən önəmli, vacib qurğudur. Amma yəni, bu sistem blokunun kompüterin gücünə elə bir təsiri yoxdur. Kompüterimiz nə vaxt güclü olar? Bunun içinə yerləşdirdiyin qurğular güclüdürsə, onda. Yoxsa ki, bunun rənginə, dizaynına, xarici görünüşünə baxıb heç bir şəkildə demirik ki, nə güclü kompüterdir. Parametrləri bilməliyik, içində olanları bilməliyik və s. CPU prosesorun qısaltmasıdır, bəli. Uşaqlar, bu hissə yəqin ki, bu qədər yetərlidir. İndi davam edirik, keçirik növbəti slaydımıza. Burada sistem blokunun sol tərəfdən açılmış variantını, versiyasını görürsünüz və nə edəcəyik? Orta məktəb kitablarında nələrin adları çəkilirsə, onlar haqqında danışacağıq. Uşaqlar, bunu xüsusi vurğuluyum. Baxın, qurğular həddən artıq çoxdur. Kompüterin işləməsinə təsir göstərən vasitələr, qurğular, önəmli şeylər çoxdur, mikrosxemlər və s. Amma məqsədimiz imtahanda yüksək bal toplamaqdır. Ona görə orta məktəb kitablarında nələrin adı çəkilirsə, o formada öyrənməyə çalışacağıq. Deməli, yuxarıdan başlayırıq. Qida bloku, bunu qeyd edeyim. Qida bloku. Bunu sadə formada belə yadda saxlayın. Kompüter nə ilə qidalanır? Elektrik enerjisi ilə. Bax, elektrik naqilinin taxıldığı hissədir. Qida bloku enerjini qəbul edir və digər qurğulara göndərir. İşi bundan ibarətdir. Önəmlidir. Çünki hər qurğuya nə qədər enerji lazımdır, voltaj və s. nə lazımdırsa, bu artıq biraz fiziki tərəfdir. Lazım olduğu qədər göndərməlidir ki, qurğular da yaxşı işləyə bilsin. Bu ortada, arxa planda gördüyünüz, burada da ayrıca şəklini gördüyünüz hissəyə ana plata deyirlər. Amma orta məktəb kitablarında, baxın, aşağıda qeyd eləmişəm, daha çox ana lövhə və ya sistem lövhəsi olaraq adlandırıblar bunu. Siz çalışın ki, orta məktəbdə istifadə olunan terminlərə öyrəşəsiniz. Çünki imtahanlarda 5-11-ci sinif orta məktəb kitabları əsas götürülür və orada nə yazılıbsa, ifadələr nə formadadirsə, terminlər necədirsə, o şəkildə testlərdə də yazılır. Ona görə buradakı terminləri xüsusi nəzərdə saxlayın. CPU prosesor, yəni bunu qısaltma olaraq mötərizədə verə bilərlər, amma prosesor sözünü yazacaqlar. Prosesor əvəzinə bəzən mikroprosesor da deyirlər, eyni şeydir və pər. Bu pər soyutmanı təmin edir. Ümumiyyətlə, soyutma sistemləri fərqli-fərqli ola bilir. Maye soyutma sistemləri, adi ventilyasiya sayəsində soyutmanı həyata keçirən sistemlər və s. Və adətən, biraz fərqli kompüterlərdə olur, adətən bir pər sırf ayrıca prosesorun soyudulması üçün nəzərdə tutulur. İndi bu pər burada var deyə biz aşağıda prosesoru görə bilmirik. Ana plata bu aşağıda ayrıca gördüyünüz və ya arxa planda bayaq dediyim gördüyünüz xüsusi lövhədir. Desələr ki, funksiyası nədir? Sadə formada kitablarda yazıldığı kimi belə deyirik. Ana plata vacib qurğuları öz üzərində saxlayır. Yəni, məsələn, RAM, prosesor, video kart və digər bir çox qurğular ana platanın üzərində olur və eyni zamanda onlar arasında informasiya mübadiləsini təmin edir. Və fiziki olaraq saxlamaq, informasiya mübadiləsini təmin etmək. Genişlənmə yuvaları olaraq orta məktəbdə yazılan başqa bir
anlayış. Bax, burada bu hissə ağ rəngdə gördüyünüz, burada da bu hissə. Bu genişlənmə yuvaları xüsusi hər hansı kənardan qurğuların ana platanın üzərinə taxılması üçün, məsələn, səs kartının taxılması üçün nəzərdə tutulur. Və keçirik sağ hissəyə. Deməli, bu yaxınlarda video kartının taxılması əslində bu qara rəngdə gördüyümüz hissədir. Ana plata növündən asılı olaraq dəyişə bilər. Buralara ola bilər. Bəzən PCI yuvalarına da taxılır. Ana platadan asılı olaraq dəyişir. Uşaqlar, əgər müasir dövrdə bu yaxınlarda notebook almışsınızsa, böyük ehtimal ki, onun disk avodu olmayacaq. Disk taxdığımız hissə, disk qoymaq üçün. Artıq CD və DVD-lər köhnə texnologiya hesab olunur. Ona görə kompüterlərdə artıq diskavod yerləri olmur. Ayrı satılan variantları var. Burada şəklini görürsünüz. Deməli, diskavodlar adətən sistem blokunun ön yuxarı hissəsində yerləşir. Yəni, bunların məqsədi nədir? CD və ya DVD disklərini işləmək. Yəni, bunları bilirsiniz onsuz da artıq istifadə olunmasa da. Yeni, bəli, sistem bloklarında da olmur. Çünki dediyim kimi, köhnə texnologiya artıq hesab olunur. Kabellər, enerji və data şinləri. Enerji, elektrik enerjisini daşıyan, data məlumatı daşıyan şinlər deməkdir. Və hard disk. Hard disklər, yaxşı, bunların hard disklərin yeni versiyası nədir? Hard diskləri əvəz edən indiki texnologiya. SSD-lər. Bəli. Hard disklərin indiki alternativi. Bunlar da SSD-lərdir. Bunlar kompüterin deposudur. Depo. Məsələn, supermarketin deposunda nə saxlayırlar? Bütün məhsulları saxlayırlar da, düzdür? Bax, kompüterin də deposu hard disk və ya SSD-dir. Yəni, yaddaşda olan nə varsa, proqramlarınız, fayllarınız, əməliyyat sistemi faylları, hər şey. Hər şey, əgər nisbətən köhnə kompüterdirsə, hard diskdə yeni bir kompüter notebookdursa, o zaman SSD-də saxlanılır. Fərqi haqqında danışacaq. Əsas fərq sürətdir. SSD-lər hard disklərlə müqayisədə bir çox fərqləri var, amma bizi maraqlandıran əsas fərq sürət. Daha sürətli SSD-nin daha sürətli olmasıdır. Elə sürətinə görə müasir dövrdə artıq hard disklər yox, SSD-lər daha çox istifadə olunur. Cızma deməyimiz, təxmini elə bir şey deyə bilər, amma cızma ilə işləyir deməyimiz çox da düzgün deyil. Orada xüsusi başlıqlar var. Həmin başlıqlar SSD-də, bəli, məlumatları oxumağa çalışır və hard disklərdə bir hərəkət var. Xüsusi iynə, bəli, başlıq vasitəsilə. Hard disklərdə bir hərəkət var. Yəni, disklər orada fırlanır. SSD-lərdə o fırlanma məsələsi də yoxdur. Məsələn, hard diskin daha sürətli olması üçün o disklər sürətlə fırlanmalıdır və sürət artımı qızmaya, isinməyə gətirib çıxarır. Bu da təbii ki, istənilən bir hal deyil. Həddindən artıq qızma kompüterlər üçün problem yarada bilir. Sağ tərəfdə diskavodların xarici versiyasını görürsünüz, uşaqlar. Yəni, bu da böyük ehtimal ki, gördüyünüz bir şeydir. Ola bilər ki, müasir dövrdə bir kompüter almışam, amma yeni olduğuna görə diskavod yoxdur. Məndə də tutaq ki, universitet dövründən üstündə işlədiyim sənədlər var, tutaq ki, diplom işim var və s. elmi işlərim var. Onlara baxmaq istəyirəm. Bax, kənardan qoşulan bu diskavodlar vasitəsilə həmin diskdəki məlumatları kompüterə köçürdüb baxa bilərsiniz. İdarəetmə mərkəzi olur onların içərisində. Bəli, biraz SSD-lər ağıllı. Hard disklərlə müqayisədə daha ağıllı qurğular hesab olunur. Amma məndə notebookdur. Daşına bilməsi asan olsun deyə. Stolüstü kompüterim var. Nisbətən köhnədir, zəifdir. Ona görə onu istifadə eləmirəm. Belə, uşaqlar, keçirik ana plata və ya orta məktəb kitabında deyildiyi kimi ana lövhə və ya sistem lövhəsi haqqında daha ətraflı danışmağa. İndi, burada yenə də nəyə baxacağıq? Bayaq dediyim kimi, imtahanda bizə nəyin düşmə ehtimalı varsa, onlar haqqında danışacağıq. Ana platanın üzərində olan qurğular. Ən önəmlilərdən başlayası olsaq, ən önəmli üçlüyümüz prosesor, RAM və video kartdır. Digərləri də vacibdir ümumiyyətlə. Bütün qurğular, kompüterdə olan bütün qurğular vacibdir. Çünki bir dənəsində problem olsa, kompüteriniz işləməyəcək. Amma güc, sürət baxımından, məsələn, kompüter seçəndə əsas diqqət olunan qurğular bu üçlükdür. Prosesor, RAM, video kart. Bunlar yaxşı, nə qədər çox yaxşı olsa, kompüterimizdə bir o qədər güclü və sürətli olur. Prosesor, bayaq dedim, kompüterin beynidir. Bütün hesablamalar, əməliyyatlar prosesor tərəfindən həyata keçirilir.
Video kartdan biraz danışacağım indi, olmasa işləyə bilər və s. Bu belə, bu prosesor. Bütün əməliyyatlar. Ümumiyyətlə emal anlayışı var. Kitablarda belə yazırlar. İnformasiyanın emal olunması, yəni məlumatların üzərində işləmək. Bax, bu emalı əsasən həyata keçirən qurğu prosesordur. Ona görə testlərdə çıxsa qarşınıza informasiyanı emal edən qurğu hansıdır, deyəcəksiniz prosesor. Emalda RAM da, video kart da iştirak edir, amma əsasən prosesor olduğuna görə testlərdə cavab olaraq prosesoru seçməliyik. RAM. Aktiv olan bütün proqramlar, əməliyyat sisteminə aid aktiv işlək olan fayllar hamısı RAM-da yerləşir. Yəni, hal-hazırda, bax, məndə PowerPoint proqramı aktivdir, sizə məlumatları göstərirəm. Zoom proqramı aktivdir, dərsi keçmək üçün istifadə edəyim proqram. Ola bilsin, bir neçə başqa proqramda açmışam. Misal üçün, belə təsəvvür edin. Bax, işlək olan bütün proqramlar, işlək olan əməliyyat sisteminin faylları hamısı gəlir bura. Əgər RAM kiçikdirsə və mən ağır və yaxud da bir neçə proqramı bərabər işlətmək istəyirəmsə və ya çox böyük həcmə malik olan proqram açmaq istəyirəmsə, bu zaman problem çıxacaq. Kompüter donacaq və ya ümumiyyətlə o açmaq istədiyim ağır proqram işləməyəcək. Ona görə siz kompüter alanda birinci növbədə fikirləşməlisiniz ki, siz hansı proqramlarla işləyəcəksiniz. Bax, uşaqlar, bir dənə vacib məsələyə toxunum. Bu sizə də lazım olacaq. Adətən hər il yaşadığım bir problem var. 11-ci sinifi bitirir şagirdlər, gedirlər, universitetə qəbul olurlar və universitetə qəbul olan kimi sentyabr ayında başlayırlar mənə yazmağa ki, kompüter almalıyam, gedim hansını alım, parametrlər nə olsun? Uşaqlar, elə o şəkildə yanaşma ilə kompüter seçmək düzgün deyil. Məsələn, mən deyə bilərəm ki, RAM 16 plus olsun, prosesor Core i9 olsun və s. nəsə bir şey deyə bilərəm. Amma düzgünü nədir? Düzgünü odur ki, sən gedirsən, universitetdə müəllimlərdən soruşursan ki, biz dərs zamanı, məsələn, növbəti illərdə də 2-ci kurs, 3-cü kurs, 4-cü kurs, dərs zamanı hansı proqramlardan istifadə edəcəyik? Və soruşursan ki, onları açmaq üçün kompüter hansı parametrlərə malik olmalıdır? Ya da heç onu soruşmağa ehtiyac yoxdur. Sadəcə lazım olan proqramların adlarını müəllimlərindən soruşursan universitetdə, ondan sonra gəlib internetdən axtarırsan ki, bu proqramları açmaq üçün kompüterin parametrləri, minimum göstəricilər nə olmalıdır? Vəssalam, yəni düzgün kompüter seçimi budur. Bəzi hallarda görürəm ki, adam sadəcə ofis proqramlarla işləyir, amma gedib 2500-3000 manat kompüterə pul verir ki, güclü olsun. Sən onsuz da ancaq Word Excel işlədirsən. Məsələn, onu bir 800.000 manatlıq kompüterdə eləyir də onsuz da. Fərqli gördüyüm bir iş yoxdur. Məsələn, elə olan hallarda gedib kompüterə artıq nəsə pul verməyin mənası yoxdur. Əgər böyük həcmli fayllarla işləyəcəksinizsə, SSD-nin 1-2 TB olmasına diqqət edə bilərsiniz və s. Yəni, görəcəyiniz işdən asılı olaraq bu dəyişir. Və RAM da eyni formada hansı proqramlar sizə lazımdırsa, ona uyğun olaraq seçməlisiniz. İndi uşaqlar, gəldik bu video kart məsələsinə. Video kart xüsusilə önə çıxır nə vaxt? Əgər siz qrafik dizayn proqramlarla işləyirsinizsə, yəni görüntü sizin istifadə elədiyiniz proqramlarda önəmlidirsə və ya qrafikası yüksək səviyyədə olan oyunlar oynayırsınızsa, bu zaman video kart önəm daşıyır. Amma sadə Word Excel kimi proqramlarda video kartın elə də güclü olmasının bir önəmi yoxdur. Video kart ümumiyyətlə görüntü ilə bağlıdır. Bu sözdən xoşum gəlmir, amma Azərbaycanda daha çox addelini video kart, yəni ayrıca video kart termini belə daha çox istifadə olunur. Video kart olmasa məsələsi var. Yəni video kartı normalda əvəz edən mikrosxem ana platanın üzərində olur. Ayrıca video kart olmur. Amma video kart görüntü ilə bağlıdır deyə onu əvəz edən nəsə bir mikrosxem ana platanın üzərində olmalıdır və ya onun işini hansısa başqa digər bir qurğu icra eləməlidir. Amma dediyim kimi, iş ağır proqramlardan keçirsə, sən ağır proqramlarla işləyəcəksənsə, qrafika önəmlidirsə, o zaman artıq vəziyyət dəyişir. Mütləq video kart yaxşı vəziyyətdə olmalıdır. Uşaqlar, son dövrlərdə ən çox Nvidia şirkətinə aid video kartların adını işləyirsiniz. Nvidia bilirsiniz, böyük Amerikada texnologiya şirkətidir. Yəqin ki, Amerikanın böyük şirkətlərindən biridir, bəlkə də birincisidir. Və Nvidia-nın video kartları son dövrlər daha aktivdir. Mən də Nvidia-nın video kartını işlədirəm. Belə uşaqlar, bu üçlük, bunların mahiyyətini bildik. Amma bir də Udemy-dəki videoya təkrar baxarsınız, qeydlərinizi də apararsınız. İndi nisbətən sadələrinə keçirik. Aşağı tərəfdə səs kartını görürsünüz. Səs kartı mikrofon kolonkalarını işləyən qurğudur. Bunu biz lap birinci dərsimizdə, paragraf 1-də
tam adını çəkməsək də əslində keçmişdik. Bunun fəaliyyəti haqqında danışmışdıq. Hansı ki deyirdik, kompüterə səsimiz yazılanda rəqəmsal siqnallar analoqa, analoq siqnallar rəqəmsala keçirdi. Bax, o çevirmələri, kodlaşdırmanı aparan qurğu səs kartı idi. Səs kartı. Və uşaqlar, genişlənmə yuvaları, bayaq demişdik, burada ağ rəngdə görürsünüz. 5 dənədir. Ana platanın növündən asılı olaraq dəyişə bilər. Bu qara rəngdə olan video kartın yuvasıdır. Bu sol tərəfdə gördüyünüz, hansı ki ox işarəsinin ucunda gördüyünüz RAM-ın qarşısında RAM taxmaq üçün yuvalardır. 2 dənə, 3 dənə, hətta 4 dənə də görmüşəm ana plataların üzərində RAM taxmaq üçün yerlər olsun. Bu, misal üçün, bir dənə 8 GB-lıq RAM var, onu işlədirsən. Bir dənə də əlavə 8 GB alıb yanına taxa bilərsən. Bax, bunun üçün nəzərdə tutulub. Belə, portlar kənardan kompüterə hansısa bir qurğuların qoşulması üçündür. Məsələn, printerin və ya qrafiki planşetin qoşulması üçündür. Və KMOS. Bundan bağlı orta məktəb kitabında çox bir şey yoxdur. KMOS-un funksiyası saatı tarixi yadda saxlamaqdır. Bunun xüsusi bir bateriyası olur, burada yoxdur. Bu bateriyanın içərisində olan enerji hesabına, necə qol saatlarımız uzun müddət vaxtı, tarixi göstərə bilir. Bax, bu da kompüter, məsələn, bir neçə ay, hətta 1-2 il belə sönülü olsa, stolüstü kompüterdən söhbət gedir bu arada. Notebooklar, bateriyası var və s. deyəcəksiniz. Saatı tarixi yadda saxlayır. Həm BIOS-un sıfırlanmasının qarşısını alır və s. Yəni, burada əgər bateriya yoxdursa, bateriya xarab olubsa, bəlkə bu çox rastlaşılan bir problemdir. Uşaqlar, bəlkə sizin də ətrafınızda olub belə bir şey. Kompüteri yandıranda hər dəfə saatı tarixi düzəltmək lazım gəlir. Hətta YouTube-a və s. daxil olanda saat səhvli deyə işləmirdi və s. Köhnələrdə, köhnə kompüterlərdə daha çox olurdu. Hə, bax, bu elə KMOS-un, bu batareya ilə bağlı, KMOS-la bağlı olan problemlərdən irəli gəlir. Dediyim kimi, KMOS-la bağlı elə bir şey yoxdur orta məktəb kitabında. Oradan bir sual gözləmirəm, amma video kart, RAM, səs kartı, prosesor, bunlara diqqət eləməlisiniz. Bu genişlənmə yuvalarının adını çəkiblər bir neçə yerdə, amma oradan nə sual düşə bilər, onu da çox zənn eləmirəm. Maksimum ana platanın üzərində olanlar hansılardır, seçin və s. kimi suallar gələ bilər. Orada da düşünürəm ki, bir problem olmaz. Belə. İndi uşaqlar, bu hissəni yekunlaşdırdıq, keçirik növbəti mərhələyə. Bura çox önəmlidir. Fərdi kompüterin imkanlarını artıran qurğular. Uşaqlar, hələ ki, buradakı şəkillərə və s. baxmırıq, belə bir şey təsəvvür edin. Bax, kompüteri gedib aldım, təzə bir kompüteri almışam, Windows əməliyyat sistemi var, Office proqramları və s. hər şey var kompüterimdə və otururam, başlayıram, tutaq ki, sınaq üçün test yazıram. Testləri yazdım. Kompüterim var, proqramlar var, hər şey var. Sonra bu testləri çap eləmək istəyirəm. Amma printerim yoxdur. Printerim olsa, rahat şəkildə çap edə bilərəm testləri. Bax, printer kimi qurğular kompüterin imkanlarını artıran qurğular adlanır. Fərdi kompüterin imkanlarını artıran qurğular. Yəni, kompüter tək başına da nəsə iş görür, amma əgər siz ona kənardan nəsə qurğular qoşsaz, bu zaman onun imkanları artır. Misal üçün, uşaqlar, hal-hazırda göstərməyə çalışıram, bilmirəm, görürsünüz, görmürsünüz. Bu PMOS, qrafiki planşetimin qələmidir. Məsələn, bu kompüterin imkanlarını artıran bir qurğudur və bunun sayəsində rahat formada nəsə yaza bilirəm ki, siz də rahat görə biləsiniz deyə. Və ya mikrofon, məsələn, səsimin sizə, yaxa mikrofonu, səsimin sizə daha yaxşı çatmasını təmin edir. Burada da mikrofon görürsünüz sol tərəfdə. Və ya tutaq ki, evdəki kompüterdə testlər yazmışam, onu işdəki kompüterə aparmaq istəyirəm, amma e-mailinə göndərmək istəmirəm. Bu zaman, məsələn, USB flash yaddaş qurğusu və ya biraz köhnə olsa da CD, DVD kimi qurğulardan istifadə edə bilərəm. Bax, bunlar da kompüterin imkanlarını artıran qurğulardır. Bu, qırmızı çərçivənin, çevrənin içində gördüyünüz qurğular fərdi kompüterin standart qurğularıdır. Və bunlar əsas hissədir, yəni bunlar mütləq olmalıdır. Həm sol tərəfdə, həm sağ tərəfdə gördüyünüz qurğuları isə deyirik fərdi kompüterin imkanlarını artıran qurğular. Və sağ tərəfdə gördüklərimiz adlanır xarici yaddaş qurğuları. Bunu xüsusi yadda saxlayın, hətta dərsdən sonra videoya baxanda qeyd eləyərsiniz. Xarici yaddaş qurğularının 2 dənə əsas funksiyası var. 1. İnformasiyanı saxlamaq, 2. İnformasiyanı daşımaq. Yəni, sən onların içərisində məlumatları yazırsan və məlumatlar uzun müddət qalır. Bu birinci funksiya. İkinci funksiya, sən onlara yazılmış məlumatları rahatlıqla, məsələn, bayaq deyirdim, evdə testi yazdım, apardım iş yerinə. Rahatlıqla bir yerdən başqa bir yerə daşıya bilərsən. Yəni, informasiyanı saxlayan və daşımaq üçün istifadə olunan qurğular
adlanır xarici yaddaş qurğuları. Belə. Birazdan ayrıca danışacağıq. Bəlkə də gələn dərsə qalacaq, baxarıq. Və sol tərəfdə mikrofon görürsüz, qulaqlıq görürsüz. Bunu kolonka ilə, səs ucaldanla da əvəz eləmək olar. Eyni funksiyanı yerinə yetirirlər onsuz da. Və printer, skanner. İndi bunlara baxacağıq uşaqlar bir-bir. Baxın, mikrofon. Mikrofon kimi qurğular informasiyanı kompüterə daxil etmək üçün istifadə olunur. Bunlar sadə məntiqlə, bu tip testlər əgər gəlsə, sadə məntiqlə yaza bilirsiniz bunları. Əgər hər hansı bir qurğu informasiyanı kompüterə daxil etmək üçün istifadə olunursa, buna deyirik giriş qurğuları. Əgər qurğu informasiyanı kompüterdən xaric etmək üçün istifadə olunursa, qulaqlıq kimi qurğular, buna deyirik çıxış qurğuları. İndi biraz buradan uzaqlaşırıq. Bax, printer qurğusu. Printer qurğusunun funksiyası çap prosesini həyata keçirməkdir. Yəni, bayaq dedim, testləri yazdım və çap edirəm. Printer məlumatları kompüterdən xaric edir. Ona görə çıxış qurğusudur. Ruturlar giriş-çıxışdır. Danışacaq ondan bağlı. Sonra, skanner qurğusu. Skanner qurğusunun funksiyası isə kağız üzərində olan məlumatları kompüterə daxil etməkdir. Yəni, bir vərəqin üstündə hansısa şəkil var, sxem var, yazı var. Skannerin şüşəsinin üstünə qoyursan onu, şəklini çəkir və onu göndərir kompüterə. Bax, bu artıq giriş qurğusudur. Printer çıxış, skanner giriş. Amma bir çox qurğular görürsünüz ki, siz həmin qurğulara baxanda deyirsiniz ki, bu həm printerdir, həm də skannerdir. Həm skan eləyə bilir, həm də çap eləyə bilir. Yəni, bu printer tərəfi nədir? Çıxış qurğusudur. Skanner tərəfi isə giriş qurğusudur. Bax, belə qurğulara giriş-çıxış qurğuları deyirik. Giriş-çıxış qurğuları deyirik. Giriş-çıxış qurğuları çoxdur. Gələn dərsimizdə onlardan biraz da ətraflı danışacaq. Bir də burada uşaqlar məntiq işlətməlisiniz. Necə bir məntiq işlətməlisiniz? Bax, adi sadə qulaqlıqdan söhbət gedirsə, bu səsi kompüterdən xaric edir. Yəni, bu çıxış qurğusudur. Amma bunun üstünə bir dənə mikrofon olsa, vəziyyət dəyişəcək. Mikrofonda səsi kompüterə daxil edir axı. Olacaq giriş-çıxış qurğusu. Belə. Və bir dənə də problemimiz var. Qarışdırılan bir şey var. Uşaqlar, bunu da mütləq nəzərdə saxlayın. Deməli, bax, sağ tərəfdə olan qurğulara dedik xarici yaddaş qurğuları. Sol tərəfdə olan qurğulara dedik giriş-çıxış qurğuları. Bunların ümumi bir adı var. Sol tərəfdə olanların, giriş-çıxışın periferiya qurğuları deyirlər bunlara. Bax, bu sol tərəfdə olanlar, sağ tərəfdə olanlar ayrı-ayrı şeylərdir. Bunları qarışdırmayın. Necə qarışdırırlar? Misal üçün, bəzən soruşurlar ki, məsələn, DVD disk girişdir yoxsa çıxışdır? Bax, giriş-çıxış anlayışı bunlara aiddir. Xarici yaddaş qurğularında da giriş-çıxış demirsiniz. Xarici yaddaş qurğularının funksiyası saxlamaq, daşımaq. Budur. Giriş-çıxış isə bunlardır. Yəni, onları bir-birinə qatmırsınız. Əgər çıxış qurğularını seçin və s. kimi bir sual görsəz ki, tutaq ki, DVD disk yazıb, nəsə bir şey yazıb, bilin ki, o kənar şeydir. Yəni, giriş qurğusu və ya çıxış qurğusu onlara aid, heç birinə aid deyil. Belə. Bəs desələr ki, məsələn, periferik qurğuları seçin, onda xarici yaddaş qurğularını seçəcəyik. Periferiya, ümumiyyətlə periferiya kənardan qoşulan qurğulardır. Onun konkret olaraq tərifi yoxdur kitabda. Yəni, periferiya qurğuları deyəndə də əsasən bunlar nəzərdə tutulur. Yəni, köməkçi məna daşıyır. Konkret tərifi yoxdur. Ümumiyyətlə, periferiya sözü orta məktəb kitabında ümumiyyətlə keçmir. Ona görə sırf onunla bağlı bir sual gələcəyini düşünmürəm. Yəni, normalda köməkçi dediyinə görə əslində ikisini də götürməliyik. Amma giriş-çıxış deyirsə, artıq sadəcə sol tərəfdə olanlar, yaddaş qurğuları yox. Amma xarici yaddaşı da götürmək olar, periferiya kimi. Olaraq, amma dediyim kimi, orta məktəb kitabında periferiya sözü keçmir. Ona görə o bizə lazım olan bir şey deyil. Məşhur bir termində ona görə istifadə elədim. Məşhur termin olduğuna görə. Bizdə sadəcə belə deyirlər. Kompüterin imkanlarını artıran qurğular, sonra da bölürlər. Deyirlər giriş-çıxış qurğuları, solda olanlar və xarici yaddaş qurğuları. Onlar da sağda olanlar. Periferiya universitetdə eşidəcəyiniz bir termindir. Məşhurdur, ona görə dediyim kimi. İmtahan üçün bizə heç bir şəkildə lazım deyil. Yaddaş qurğuları haqqında ətraflı danışacaq və təbii ki, giriş-çıxış qurğuları haqqında da. İndi gəlirik fərdi kompüterin əsas parametrlərinə. Uşaqlar, hal-hazırda ekranda bir notebook görürsünüz, yəni fərdi kompüter görürsünüz. Sol tərəfdə isə onun parametrlərini görürsünüz. Ümumiyyətlə, kompüterlə bağlı parametrlərin hamısı önəmlidir, amma biraz əvvəl dediyim kimi.
biz orta məktəbdə hansı parametrlər haqqında məlumat varsa, ancaq onları öyrənirik, onları yadda saxlamağa çalışırıq. İmtahanda, yəni 100% yaza bilək deyə. Bizə nə lazımdırsa. Deməli, bu real bir kompüterdir və satış saytlarından götürmüşdüm bunu, çoxdan götürmüşəm. Sol tərəfdə gördükləriniz də onun real parametrləridir. İstehsalçı, model və s. bunların işimiz yoxdur. Təbii ki, siz alanda maraqlanacaqsınız. Məsələn, istehsalçı HP-dirsə, mən özüm kompüter alsam fikirləşəcəm ki, HP yəni etibarlı bir markadır, etibarlı bir istehsalçıdır. Onun kompüterlərini almaq olar kimi. 64, 128-lik RAM olan notebooklar da var. Yəni, baxır, nə iş görürük, ona uyğun olaraq notebookları istehsal edirlər. İndi uşaqlar, başladıq. Qırmızı ilə nə çərçivəyə almışamsa, onlara diqqət edirsiniz. Mən də burada olanları sizə izah edəcəm. Şəklini hədiyyə edə bilərəm bunun. Özünü yox. Uşaqlar, prosesor. Core i7. Normalda fərdi kompüterlər üçün əsasən biz Intel firmasının istehsal elədiyi Core i nəsli prosesorları görürük. Core i3, 5, 7, 9 bu şəkildə. Rəqiblər də var təbii ki. Və düşürük aşağı. Prosesorla bağlı vacib göstərici. Takt tezlik. Baxın, bunun takt tezliyi 2,2 GHz, 4,1 GHz. Belə bir ilə yazılan bir şey orta məktəb kitabında yoxdur, amma burada var deyə qısa bir şəkildə deyim. Yəni, bu bizə demək istəyir ki, bu prosesorun takt tezliyi 2,2 GHz-dir. Amma əgər ağır proqramlar işlətsəz, o zaman 4,1 GHz-ə qədər arta bilər. Yaxşı, nə deməkdir ki, bu 2,2 GHz? Baxın, uşaqlar, herz, sonra kiloherz, sonra megaherz, sonra gigaherz. Yəni 1000 vurulsun, 1000 vurulsun, 1000. Belə gəlir, hə? Bu da olur 10 üstü 9, düzdür? 1 yana 9 yana 0. 1 GHz bu qədərdir. 2,2-də yuvarlaq götürəsi olsaz, 2 kimi fikirləşin, 2 vur 10 üstü 9. Yəni 1 saniyədə bu qədər sadə əməliyyatı yerinə yetirə bilir deməkdir. Elə bir ədəddir ki, insan beyni bunu qəbul edə bilmir. Yəni, belə təsəvvür edə bilmirsiniz də. Normalda bu nə qədər sürətlidir. Ona görə prosesorları sadəcə bir-birindən müqayisə edə bilirik ki, biri tutaq ki 2-dir, o birisi 3 GHz-dir. 3 GHz 2 GHz-ə görə daha yaxşıdır və s. Və davam edirik. Ekranın diaqonalı. Ekranın diaqonalı kompüterin əslində parametrinə birbaşa təsir edən bir şey deyil. Diaqonal adi riyaziyyatdan bildiyiniz diaqonalda bir küncdən digər küncə qədər olan məsafə. Baxın, mən onlayn dərs keçəndə ekranda hesablamaları, yəni bu nəzəri mövzudur, burada çox ehtiyac olmur yazmağa, amma hesablamalı mövzularda ekranda yazıram və siz də onu rahat şəkildə görə bilməlisiniz. Mən də rahat yaza bilməliyəm. Ona görə məndə notebook və ya kompüterin ekranın böyük olması üstünlükdür. Deyirəm ki, ekran böyük olsa daha rahat yaza bilərəm. Daha asan yaza bilərəm. Bu baxımdan üstünlük var, amma bunu nəzərə alın ki, heç bir halda, bax bu kompüterin monitoru böyükdür, bu güclüdür, belə bir yanaşma eləyə bilməzsiniz. Hansısa bir üstünlüyü ola bilər, biraz əvvəl dediyim kimi. Məsələn, video montaj edirsən, sənin üçün asan olar və yaxud da deyək ki, şəkillər üzərində işləyirsən və ya mənim vəziyyətimdə onlayn dərs keçirəm, ekranda yazıram, böyük olsa rahat yazacağam. Belə üstünlükləri var, amma sürət baxımından yox. Operativ yaddaş, əməli yaddaş və ya RAM. Hamısı eyni termindir. 32 GB-dir, kifayət qədər yaxşıdır. Yəni, böyük ehtimal ki, məsələn, universitetdə və s. istifadə edəcəyiniz proqramlar burada rahatlıqla işləyəcək. SSD 512 GB, bu 1 TB olsaydı təbii ki, daha yaxşı olardı, amma 512 GB-da zəif bir göstərici deyil, təbii ki. Və SSD hard disk bayaq müqayisə elədik, SSD olması daha önəmlidir. Xarici video kartı var, oraları ilə çox işimiz yoxdur. GeForce GTX 1070 video kartıdır. Buraları önəmli deyil, belə şeylər orta məktəb kitablarında yoxdur. Amma orta məktəb kitablarında video kartla bağlı nə qeyd olunub? VRAM. Yəni bu VRAM nədir? Video kartın həcmidir. Video kartın həcmi. RAM-ın qabağına bir dənə V, videonun V-sı. 8 GB olaraq burada göstərilib. Və uşaqlar, bir dənə maraqlı məsələ, mesaj bölməsində əməliyyat sistemi ilə bağlı yazırsınız. Əməliyyat sistemi, biz normalda bura qədər texniki şeylərdən danışdıq da, düzdür? Əməliyyat sistemi proqramdır.
Niyə görə əməliyyat sistemi kompüterin parametrlərində olmalıdır ki? Yəni niyə bu önəmlidir? Baxın, siz getdiniz çox yaxşı bir kompüter aldınız. Parametrləri yaxşı olan, hər şeyi yüksək səviyyədə olan bir kompüter aldınız. Əgər siz bu kompüterə köhnə bir əməliyyat sistemi yazsanız, köhnə əməliyyat sistemləri köhnə parametrlərlə işləyir də. Yəni köhnə əməliyyat sistemləri indiki güclü kompüterə uyğun hazırlanmayıb. Yəni əməliyyat sistemi işləmə sürəti belə deyək. Driverlarında olası da problem. Driverlarında ola bilər, özünün işləmə sürətində ola bilər və s. Driverlərin problemini həll etmək olar, o qaydasına qoyula bilən bir şeydir. Amma misal üçün XP çox köhnə bir əməliyyat sistemidir. XP-nin dövründə indiki kimi güclü kompüterlər yox idi, prosesor, RAM və s. indiki səviyyədə deyildi və o dövrün texnologiyasına uyğun olaraq əməliyyat sistemini hazırlamışdılar. Yəni sən gəlib müasir kompüterə köhnə əməliyyat sistemi yazsan, kompüterin güclüdür, sürətlidir, amma o gücü hiss edə bilməyəcəksən. Yəni əməliyyat sistemi tamamlamalıdır ki. Mütləq. Hə, deyə bilərsiniz Windows 10, 11 və s. deyəsən mesaj bölməsində də onu müzakirə edirdiniz. Windows 10, 11, 8 hamısını işlətmişəm. Mənə görə ən idealı, ən yaxşısı hal-hazırda müasir dövr üçün 11-dir. Əgər orijinal işlədirsinizsə, update-lər qaydasındadırsa, yerindədirsə, həm təhlükəsizlik baxımından, həm Əvvəlki Windows'lar da artıq güncəlləmə almır da. Windows 10-da oktyabr 14 dayandı. Güncəlləmə alınır. Güncəlləmə alınır o tərəfdən. Həm də ki, belə fikirləşək də Windows 10, Windows 11 nədir? Windows 10-un təkmilləşdirilmiş versiyası, yəni. Üzərində işləyiblər, baş sındırıblar, bir çox xüsusiyyətlər əlavə ediblər və yeni bir versiyanı yaradıblar. Yəni təsəvvür edin ki, Microsoft firması yəni işçilərinə ən çox dəyər verən bir neçə şirkətdən biridir, yəni. Təsəvvür edin ki, dünyanın ən ağıllı insanları otururlar bir neçə il Windows 10-un üzərində işləyirlər, daha yaxşısını Windows 11-i yaradırlar və bununla da dayanmırlar. Sonra başlayırlar Windows 11-in üzərində hansısa bir işlər aparırlar, təkmilləşdirirlər, illərlə, aylarla bunun üzərində işləyirlər və təbii ki, biz Windows 10 daha yaxşıdır. Hansısa bir xüsusiyyətini götürüb, deyə bilər ki, bu xüsusiyyətinə görə Windows 10 yaxşıdır, amma heç bir şəkildə ümumi olaraq Windows 10, Windows 11-dən yaxşıdır və s. belə bir şey deməyimiz düzgün deyil. Dediyim kimi, yəni orada dünyanın ən güclü mütəxəssisləri, ən yaxşı insanlar, ən yaxşı bu sahənin ekspertləri Microsoft firmasında işləyir və onların işi davamlı olaraq bu proqram təminatını yeniləməkdir. Ola bilər bizim kompüterlərimizin parametri zəifdir deyə Windows 11-dən yola getmir, yəni. O Windows 11 pisdir, 10 yaxşıdır anlamına gəlmir. Ya biz düzgün istifadə edə bilmirik, ya kompüterimiz ona uyğun deyil, ya da krak işlətdiyimizə görə müəyyən problemlər yaranır və s. Belə uşaqlar, buradakı parametrləri yadda saxlayarsınız. Xüsusilə bu tak tezlik anlayışına diqqət eləyərsiniz. Xüsusilə operativ yaddaş, RAM, əməl yaddaş eyni şeylərdir. Bunları yadda saxlayarsınız. Videokartın həcmi VRAM olaraq yazılır kitablarda. Buna diqqət eləyərsiniz. Dediyim kimi uşaqlar, xüsusi hallarda ola bilər ki, Windows 10 hansısa cəhətlərinə görə Windows 11-dən yaxşı olsun, amma ümumi götürəndə həmişə yeni əməliyyat sistemi daha yaxşıdır. İndi uşaqlar, növbəti mərhələdə biz danışacağıq kompüterin iş prinsipindən. Burada biraz sürətləndirəcəm dərsi. Deməli, burada sol tərəfdən başlayası olsaq, prosesor, RAM, burada video kart, burada hard disk və ya SSD olaraq da təsəvvür edə bilərsiniz bunu və CMOS, BIOS. CMOS və BIOS haqqında proqram təminatında məlumat var. Orta məktəb kitabında danışıblar, amma CMOS və ROM haqqında da mən sizə qısaca danışacağım. Orada artıq orta məktəb kitablarında CMOS haqqında çox bir şey yoxdur. BIOS proqram təminatının içində var. Keçəndə deyəcəm onu. Bu hissəni sürətli keçəcəm. Deməli, uşaqlar, siz əgər kompüteri işə salırsınızsa, ilk olaraq elektrik siqnalları BIOS-a və ya ROM deyə bilərsiniz, kitablarda ROM olaraq yazılır. CMOS-a, BIOS-a gedir və BIOS fəaliyyətə başlayır. Bu kiçik proqramlar işə düşür. Birinci növbədə kompüter işlək vəziyyətdədir, qurğuları işlək vəziyyətdədir, yoxsa yox, kompüteri bir yoxlayır. Əgər görsə ki, hər şey yaxşıdır, hər şey qaydasındadır, o zaman gedir hard diskə, SSD-yə və əməliyyat sistemini tapır, işə salır. Yəni, proses budur. Sən yandır düyməsini vurdun, elektrik enerjisi getdi CMOS-a, BIOS
fəaliyyətə başladı. BIOS xüsusi proqramlardır. Kompüterin qurğularını yoxladı, hər şey qaydasındadır. Ondan sonra getdi, əməliyyat sistemini tapdı. Səndə Windows 10-dur və ya Windows 11-dir, artıq nədirsə və ondan sonra əməliyyat sistemini tapır, işə salır. Sən desktopu görürsən, iş masasını görürsən, kompüter fəaliyyətə başladı. Kompüterin fəaliyyətə başlaması zamanı əməliyyat sistemi gedir, yüklənir RAM-a. RAM-a yüklənir. Bax, bu termini yadda saxlayın. Yəni, kompüter açılır, əməliyyat sistemi işə düşür. Əməliyyat sistemi işə düşür əvəzinə, əməliyyat sistemi RAM-a yüklənir deyirlər. Təbii ki, sən təkcə əməliyyat sistemi açıb üzünə baxmayacaqsan, Word-də işləyəcəksən, Excel-də işləyəcəksən, oyun oynayacaqsan, video montaj, nəsə bir şey eləyəcəksən də, düzdür. Sonradan açdığın proqramlar da bayaq demişdim, gedir RAM-a. Və biraz əməliyyat sisteminin faylları, biraz sonradan açdığın proqramlar hamısı gəlir RAM-da yerləşir və biraz əvvəl də danışdığımız kimi, əgər RAM kiçikdirsə, açdığın proqramlar ağırdirsə, bu zaman problem yaşaya bilirsən. Və prosesor nə edir bəs? Prosesor RAM-dan məlumatları götürür və emal edir, yəni üzərində işləyir. Məsələn, Excel-də sən sadə hesablamalar aparırsan, bilirsiniz, kompüter hər şeyi 0-1-lər vasitəsilə görür. Bizim yazdığımız normal ədədləri prosesor 0-1-lər şəklində hesablayır, vurur, toplayır, sən nə deyirsənsə artıq onu eləyir və qaytarır təzədən RAM-a. Amma belə bir problem var, uşaqlar. Adətən kompüterlərimizdə RAM-ın sürəti daha aşağı və prosesorun sürəti isə daha yüksək olur. Bu da nə deməkdir? Təsəvvür edin ki, 2 nəfər bir-birindən işləyir. Biri tənbəldir, RAM. Digəri daha sürətli işləyir, prosesor. Bu tənbəl olana görə, RAM-ın tənbəlliyinə görə ümumi işdə zəifləyir. Yəni, prosesor sürətli işləsə də RAM ona çatdıra bilmir məlumatları. RAM-ın sürətinin zəif olması ümumi işi ləngidir. Bax, bunun qarşısını almaqdan ötürü kompüterlərdə keş yaddaş deyilən köməkçi bir yaddaşdan istifadə edirlər. Keş yaddaş haqqında çox danışmaq olar, amma sadəcə orta məktəb kitablarında nə deyibsə, nə yazılıbsa onu deyəcəm sizə, beynimiz qarışmasın deyə. Keş yaddaş orta məktəb kitablarında yazılıb ki, prosesorun daxilindədir. Yazılıb ki, keş yaddaş RAM-a köməkçi yaddaşdır. Yazılıb ki, RAM və prosesor arasındakı informasiya mübadiləsini sürətləndirir. Yazılıb ki, keş yaddaş ümumi kompüterin işinin gedişini sürətləndirir və s. Yəni, qısacası RAM-ın sürətini artıran yaddaşdır. RAM və prosesor arasında informasiya mübadiləsini sürətləndirən yaddaşdır. Və uşaqlar, bu proseslər baş verərkən təbii ki, videokart ekrana görüntü çıxartmaq, qrafika ilə bağlı işləri görür. İndi keçdik növbəti mərhələyə. BIOS-CMOS. Onlara ümumi olaraq ROM deyirlər. Kitablarda belə yazırlar, amma dediyim kimi orta məktəb kitabında ROM və s. bununla bağlı bir məlumat yoxdur. Ona görə imtahan üçün də gözlənilən bir şey deyil. Sadəcə bunu deməyəndə elə bir ki, mövzu biraz yarımçıq kimi olur. Ona görə PDF-lərin içərisində bunu da əlavə eləmişəm. Və indi uşaqlar, ana plata üzərində yerləşənlər. Bir dənə buradakı qeydə baxın. Bu Udemy-dəki PDF-dir, onsuz da oradan götürüb özünüz də sonradan baxacaqsınız, videoya da baxacaqsınız. Ana plata üzərində yerləşənlər. Bu çərçivənin içində olanların hamısı ana platanın üzərində yerləşir. Ana plata üzərində yerləşən, yerləşməyən belə şeyləri soruşa bilərlər sizdən. Və baxın, bir də yuxarı tərəfdə daxili yaddaş qurğuları qeyd olunub. Deməli, prosesor yaddaş qurğusu deyil, o heç. Amma RAM yaddaş qurğusudur. Keş yaddaş qurğusudur. Videokart özü ümumilikdə yox, amma videokartın yaddaşı var, hansı ki biz ona VRAM deyirik. Bax, bu VRAM yenə də yaddaş qurğusudur. Bunları yadda saxlayırıq. ROM da daxili yaddaş olaraq adlandırılır və elektrik enerjisindən asılı deyil deyirlər. Dediyim kimi bizə lazım deyil, orta məktəb kitablarında olmadığına görə. Siz yadda saxlayırsınız ki, bu keş yaddaş, RAM və VRAM elektrik enerjisindən asılıdır. Nə deməkdir ki bu? Elektrik enerjisindən asılıdır. Yəni sən kompüteri söndürdüyün anda orada olan məlumatların hamısı silinir. Yaxşı, bəs silinirsə hara gedir məlumatlar? Depo haraydı? Hard disk və ya SSD. Bu enerjidən asılı deyil, xarici yaddaş qurğusudur. Xarici yaddaş. Və enerjidən asılı olmadığına görə sən kompüteri söndürəndə o fayllar, yaddaşa verdiyin şeylər, SSD-də və ya hard diskdə kompüterdə nə varsa orada saxlanılır. Belə. Sonra çıxartmaq olurdu onu. Necə? Sonra hard diski çıxartmaq olurdu əslində məlumatlarını. Çıxartmaq olur. Adi halda onu eləmirik. Adətən kompüterlə bağlı nəsə problem olarsa əgər, bəli. O zaman hard diski çıxartmaq, başqa yerə köçürmək və s. bu şəkildə məlumatları xilas eləmək mümkün olur. Amma adi halda kompüterimizdə bir problem yoxdursa, o tip şeyləri adətən etmirik. Belə, uşaqlar, bir dənə də problemimiz var, ona da aydınlıq gətirək, sonra keçək növbəti hissəyə. Deməli, baxın, hard disklər və SSD-lər kompüterin daxilində yerləşdirilir. Bəzən soruşurlar ki, kompüterin daxilindədirsə biz niyə buna xarici yaddaş deyirik? Baxın, bu xarici yaddaş anlayışı kompüterin içində və ya çölündə, daxilində, xaricində bundan bağlı olan bir şey deyil.
Xarici yaddaş anlayışı nədir? Əgər yaddaş qurğusu informasiyanı saxlamaq və daşımaq üçündürsə, uzun müddət saxlaya bilirsə, bu zaman biz ona xarici yaddaş qurğusu deyirik. SSD-lərdir, hard disklərdir, CD-lərdir, DVD-lərdir, USB flash yaddaş qurğularıdır, SD kartlardır. Bunların hamısı xarici yaddaş qurğuları adlanır. Bu RAM, cache, video kart, bunları isə daxili yaddaş deyirik. Yəni bu funksional bölgüdür funksiyasına görə. Bu cache-dir, RAM-dır, video kartdır. Bunlar nə edir? Video kartın yaddaşı, bu RAM, bunlar nə edir? İçəridə gedən proseslərdə aktiv iştirak edir. İçəridə gedən proseslərdə. Yəni funksiyası içəridə iş görməkdir. Amma hard diskin, SSD-nin, CD-nin, DVD-nin funksiyası məlumatları daşımaq, saxlamaqdır. Daşımaq və saxlamaqdırsa və kompüterin içi çölü belə ayırmırıq. Funksiyası daşımaq, saxlamaqdırsa xarici yaddaş qurğusu deyirik. Hard disk və SSD-lərin daşınan variantları da var. Yox, bu RAM video kartın yaddaşıdır. Video kartın özündə CPU-su olur üstündə, yəni prosesor kimi bir qurğu olur. Amma bu RAM deyəndə yaddaşı əsasən nəzərdə tuturuq. Və keçirik növbəti hissəyə. Uşaqlar, burada prosesorun bəzi əsas xüsusiyyətləri danışılır. Buranı da sürətli şəkildə nəzərdən keçirək. Deməli, prosesor, CPU, qısaltma, mərkəzi prosesor və ya mikroprosesor. Orta məktəb kitablarında bax 1, 2, 3 bu terminlərin hamısı keçir və hamısı eyni şeydir. Hamısı eyni şeydir. Yəni birdən mikroprosesor nədir zat belə bir şey fikirləşməyin də, yəni testdə zat da çıxsa qarşınıza və ya mərkəzi prosesor. Elə bizim bildiyimiz prosesordur. Sadəcə kitablarda belə fərqli terminlər istifadə etməyi xoşlayırlar. Niyəsə? Və prosesor kompüterin beynidir, tak tezlik və s. GHz-lər, biraz əvvəl baxdıq parametrlərdə. Buraları keçirəm. Tak tezlikdən danışdıq, cache yaddaşdan danışdıq. Bir dənə qaldı nüvə sayı. Uşaqlar, kompüterlərin reklamında, hətta telefonların reklamında belə prosesorlardan danışanda 8 nüvəli, 12 nüvəli prosesor və s. belə şeylər eşidirsiniz. Bax, nüvə anlayışı nədir? Məsələn, bir prosesor 4 nüvəli bir prosesordursa, bu içəridə 4 dənə hesablama mərkəzi var deməkdir. Yəni bunu biraz kobud formada başa düşməkdən ötürü 4 dənə elə bir prosesoru bir-birinə yapışdırıblar kimi fikirləşə bilərsiniz. Yəni eyni vaxtda 4 dənə hissə müstəqil ayrı-ayrı işləri görə bilir deməkdir. Müstəqil və ya 8 dənə və ya 12 dənə. Artıq neçə dənə nüvə varsa. Nüvələrin sayının çox olması kompüterin, prosesorun bir növ işini asanlaşdırır. İşini asanlaşdırır. Və çox nüvəli prosesorlar sayəsində multitasking deyirlər. Uşaqlar, çox tapşırıq həll eləmək eyni vaxtda. Multitasking mümkün olur. Bu arada bu termin yoxdur. Kitabda çox tapşırıqlı rejim olaraq Azərbaycanca yazıblar. Çox tapşırıqlı rejim, yəni bu nüvələrin sayının çox olması sayəsində mümkün olur. Yəni sən eyni vaxtda, tutaq ki, Zoom-dan dərs keçirsən, PowerPoint-i açıb orada nəsə izah edirsən və ya Kahoot işləyir arxa planda və s. Bax, eyni zamanda bir neçə dənə iş görə bilirsən. Bunların həyata keçməsi, donmadan, problemsiz şəkildə işləməsini təmin edən prosesorların çox nüvəli olmasıdır. Əgər tək nüvəli olsaydı, məsələn, əvvəllər prosesorlar tək nüvəli idi, yenə də çox kompüteri yükləmədən bir neçə proqramı eyni vaxtda işlətmək olurdu. Onda elə bil ki, prosesor biraz onun işini, biraz bunun işini görürdü. Çox məhsuldar olmurdu, amma çox nüvəli olanda artıq nüvələrin hər biri müxtəlif işlərlə məşğul ola bilir və kompüter daha məhsuldar, daha stabil işləyə bilir. Belə, keçirik növbəti hissəyə. Kompüterin məhsuldarlığına təsir edən qurğular. Əslində, bunların əksəriyyəti haqqında danışdıq, uşaqlar. Prosesor. Prosesor nə qədər güclü sürətlidirsə, kompüterimiz bir o qədər güclüdür. RAM. RAM-ın həcmi və işləmə sürəti yüksək olsa, kompüterimiz təbii ki, sürətli olacaq. Uşaqlar, video kart orta məktəb kitablarında bir çox yerdə video sistem olaraq yazılıb. Video sistem. Yenə də fərqli bir termindir, amma yadda saxlamağa çalışın bunu da. Video kart, monitor əlaqəsi nə qədər yaxşıdırsa, video kart nə qədər yaxşıdırsa, bir o qədər kompüterimiz güclü olacaq. Quraşdırılmış xarici yaddaşın növü. Bundan da danışdıq. SSD-lər hard disklərə görə daha sürətlidir. Sonra ana platanın növü. Ana platanın növü anlamı nədir uşaqlar? Ana plata qurğuları öz üzərində saxlayır və orada informasiya ötürmək üçün kanallar var da, məlumat mübadiləsini həyata keçirir. Əgər ana plata çox köhnə olsa, məlumat mübadiləsinin sürəti aşağı olsa, bu da gecikmələrə gətirib çıxaracaq. Qida bloku elektrik enerjisini qəbul edir, qurğuları elektriklə təmin edir. Əgər düzgün işləməsə,
Məsələn, qurğuya lazım olan qədər elektrik enerjisi çatdıra bilməsə, o zaman bu da gecikmələrə, ləngimələrə səbəb olacaq. Bunlar buradan aşağıdakılar orta məktəbdə yoxdur, amma məşhur şeylərdir deyə bilsəz yaxşıdır. Soyutma sistemlərinin effektivliyi, əgər soyutma sistemləri, o pərlər, ventilyasiyalar və ya biraz daha təkmil kompüterlərdə, güclü kompüterlərdə maye soyutma sistemləri olur. Onlar effektiv işləmirsə, bu zaman nə olur? Bu zaman kompüter qızır və kompüter özünü müdafiə etməkdən ötürü sürətini avtomatik aşağı salır. Yəni soyutma sistemlərdə yaxşı olmalıdır ki, kompüter kifayət qədər sürətlə, yaxşı, tam gücü ilə işləyə bilsin. Və səs kartının keyfiyyəti və s. bunu davam elətdirmək olar. Dediyim kimi, buradan aşağıda olanlar orta məktəbdə yoxdur, onsuz da. Səs kartı keyfiyyətli olması xüsusilə səs yazma studiyaları və s. səslə işləyən adamlar üçün önəmli ola bilər. Və bu hissəni də yekunlaşdırdıq. Uşaqlar, çoxsu burada təkrar idi, onsuz da əvvəl danışdığımız şeylər idi. Və burada artıq bu mövzunun daha doğrusu birinci hissəsini yekunlaşdırırıq. Əgər kimsə Udemy-dən videoya baxmayıbsa, orada da iki hissə olmalıdır yəqin ki video. Həm videoya baxın, gələn dəfə buradan sonrasını danışacağım sizə. Hər iki videoya baxın, həm də PDF-i endirin və PDF-dən mütləq şəkildə istifadə edin. İndi uşaqlar videonu saxlayıram, sonra nəsə sualınız, sözünüz varsa davam edəcəyik.